Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi RTV kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir belə deyərdim, yemək hazırlayacağıq. Brokoli yeməyidir. Çoxları bəlkə də brokolini sevmir, ancaq bu üsulla hazırlayandan sonra inandırım sizi dadından doymayacaqsınız. Çox gözəl alınır. Bunun üçün bizə lazımdır brokoli, ondan sonra belə deyək soğan, yağ, təbii ki duz istiyor zövqə görə. Deməli bax gördüyünüz kimi brokolimizi belə təmizləyib yumuşuq. İndi biz bunu belə deyim, suda bişirəcəyik. Deməli əziz izləyicilər gördüyünüz kimi belə bir tava qoyuruq. Brokolilərimizi də belə deyək də jaronik içinə beləcə qoyuruq. Baxın belə. Yəni çoxları brokolini sevmir, hətta heç yeməyiblər də. Çünki çox elə belə suda zaddır hazır. Bu üsulla siz hazırlarsınız, inandırım siz tez-tez yeyəcəksiniz və bu brokoli də belə deyim, ən dünyada deyirlər tərəvəzlər içində ən vitaminli bu brokolidir. Yəni brokoli çox vitamindir. Yəni vitaminlərlə belə deyim, zəngin bir tərəvəzdir. Mən ümumiyyətlə bax bu belə hazırlayıram və üsulla çox gözəl alınır. Yəni belə biraz düzdür kəsə bilərik ki, biraz yekədir. Bax belə. Bunun bax burası əsas elə vitamindir. Heç vaxt onu tullamayın. Böyüklərini belə bölüb bax beləcə qoyduq. Üzərinə duz əlavə edirik. Bax belə. Gördüyünüz kimi duzunu əlavə edib və su əlavə edəcəyik. Deməli əziz izləyicilər beləcə duzunu tökdükdən sonra və hər tərəfinə də su əlavə edirik ki suda pişsin. Çox adam bunu pörtlədir, belə deyək də. Sonra soğan çanacaqla qızardır. Ancaq bax belə olanda suyunu az tökülür ki, biraz suyu çəkilsin. Sonra isə soğanları əlavə edəcək. Nəyə görə elə edirik? Çünki bunun vitamini siz pörtlədəndə suyunda gedir. Ancaq belə olanda şey olmur da, yəni vitamini özündə qalır. Və indi tavamızı qazın üstünə qoyub və başlayırıq hazırlamağa. Deməli əziz izləyicilər gördüyünüz kimi beləcə qazımızın üstünə qoyduq. Bu pişdikcə özü yatacaq da, yəni ölüşkəyəcəkdir və ağzını örtürük ki, buğumda belə deyərdik, pişsin. Ona kimi isə soğanımızı başlayırıq doğramağa. Deməli əziz izləyicilər brokolimiz hazır olana kimi başlayırıq soğanımızı baxın belə bu şəkildə xırda-xırda doğramağa. Bu şəkildə xırda-xırda soğanımızı doğrayırıq. Beləcə doğradıq. İkisini də doğrayacağıq və boşqaba tökürük və gözləyirik brokolinin biraz pişməyini. Deməli əziz izləyicilər, baxın gördüyünüz kimi brokolilərimiz beləcə pişir. Gördüyünüz kimi biraz ölüşküyübdür. Baxın, biraz da pişib daha da ölüşküyəcəkdir. Beləcə qoyduq, öz buğumda beləcə pişir. Deməli əziz izləyicilər gördüyünüz kimi artıq belə suyu çəkildi və bu belə ölüşkürdür. İndi yağımızı əlavə edirik. Üzərinə yağ tökürük. Duz vurmuşuq deyə duz əlavə etmirik. Yağımızı da beləcə tökürük və soğanımızı əlavə edirik.
Beləcə yaxşıca qarışdırırıq. Biraz van kodda qoyuruq ki, artıq öz xoduna pişsin. Belə. İndi isə ağzını örtürük və pişməyini gözləyirik. Deməli, əziz izləyicilər, gördüyünüz kimi artıq belə deyək, brokolimiz belə soğanla zaten pişdi və gözəl bir, belə deyim, tamlı bir yemək çıxdı. Bunu hazırlayın, həm faydalı, həm də belə deyim, gözəl dadı olan, yəni yedikcə yemək istəyəcəksiniz. Yəni sanki ıspanaq qoruması kimi zad olur. Çox dadlı və vitaminli bir yeməkdir. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun, sağlıqla qalın.